Salam müəllimlər, hər birinizi xoş gördük. Mən Fəridə Xəlilli. Bugün sizlərlə 26 avqust 2026-cı il tarixində müəllimlərin işə qəbulu müsahibə mərhələsində soruşulmuş suallara birlikdə nəzər yetirəcəyik. Gəlin keçək ilk sualımıza. Sualımız əsrin müqaviləsi olmuşdu. Əsrin müqaviləsi 20 sentyabr 1994-cü ildə Azərbaycanla dünyanın ən iri 11 neft şirkətinin daxil olduğu konsorsium arasında imzalanmış bir neft müqaviləsidir. Burada məqsəd Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi idi. 30 il müddəti nəzərdə tutulmuşdu. Sonrakı illərdə də bu layihə Azərbaycanın neft ixracının və enerji strategiyasının əsasını təşkil etmişdi. Sonra İlham Əliyevin son səfəri soruşulub. Son məlumatlara görə, yəqin ki, xarici səfəri soruşulur burada. Ən son məlumatlara görə avqustun 23-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə getmişdi. Sonra Xocalı soyqırımı demək olar ki, müsahibələrin hər il soruşulan suallarından biridir. Xocalı soyqırımı haqqında danışın. Xocalı soyqırımı 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Xocalı şəhərində baş vermiş faciədir. Xocalı faciəsi Azərbaycan xalqının tarixində ən ağır faciələrdən biri hesab olunur. Xocalı şəhərinə Ermənistan silahlı qüvvələri və bəzi xarici hərbi birliklərin iştirakı ilə hücum olunmuş. Nəticədə 613 nəfər, o cümlədən 62 uşaq, 106 qadın və 70 yaşlı insan öldürülmüşdü. 8 ailə tamamilə məhv edilmişdi. 25 uşaq hər iki valideynini itirmişdi. Yüzlərlə insan yaralanmış və əsir götürülmüşdü. Xocalı hadisələrinin beynəlxalq səviyyədə tanıdılması və faciə qurbanlarının xatirəsinin yaşadılması Azərbaycanın mühüm dövlət siyasətindən biridir. Sonra antiterror tədbirlərinin məqsədi nə idi? Sual belədir. Azərbaycanın 2023-cü il 19-20 sentyabrda ayında antiterror tədbirlərinin əsas məqsədi var idi. Məqsədləri deyə bilərəm ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin silahı yerə qoymasını və tərk silah edilməsini təmin eləmək idi. Azərbaycan Konstitusiyasının və qanunlarının Qarabağda tətbiqini təmin etmək idi. Eyni zamanda Azərbaycan hərbiçilərinə və mülki əhaliyə qarşı hücumların qarşısını almaq idi və s. Tədbirlər nəticəsində erməni separatçı qüvvələri sentyabrın 20-sində atəşkəs şərtlərini qəbul etdilər və Qarabağdakı silahlı birləşmələrin tərk silahına başlanıldı. Sonra kurikuluma aid növbəti sualımızdır. Uğurlu dərs necə dərsdir? Müəllimlər, uğurlu dərsdə məqsəd var. Komponentlər nələrdir? Məqsədimiz təlim nəticələri aydın olur. Şagirdlər fəal iştirak eləyir. Müəllim yalnız izah eləyən şəxs deyil, istiqamətləndirən, bilir ki, fasilitator rolunda çıxış eləyir. Müxtəlif fəaliyyət və üsullardan istifadə olunur. Qiymətləndirmə meyarlara uyğun aparılır. Dərsin hər mərhələsində aparılır. Daha sonra şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınır. Dərsin sonunda mütləq şəkildə refleksiya edilir. Qısa desək, ümumiləşdirsək, uğurlu dərs müəllimin çox danışdığı deyil, şagirdin daha çox öyrəndiyi və fəal olduğu bir dərsdir. 6-cı sualımız belədir. Bütün uşaqlar qoyulan məqsədə nail olmalıdırlarmı? Müsahibədə belə cavab verə bilərik ki, uğurlu dərsdə bütün şagirdlərin eyni nəticə göstərməsi əlbəttə ki, vacib deyil. Bizim əsas məsələmiz var. Məqsədimiz hər bir şagirdin öz imkanları daxilində irəliləyiş göstərməsidir. Qoyulmuş təlim nəticəsinə mümkün qədər yaxınlaşmasıdır. Hərə öz gücünə görə, gücü çatdığı qədər. Daha sonra keçək müəllimlər digər sualımıza. Zəif şagirdlərlə necə işləmək lazımdır? Belə deyim, sinifdə müxtəlif qavrama səviyyəsinə malik olan uşaqlar var. Əvvəlcə zəif şagirdlərlə şagirdin çətinlik
çəkdiyi məqamı müəyyən eləyərdim. Sonra onun səviyyəsinə uyğun sadə tapşırıqlar verərdim daha çox. Tədricən daha mürəkkəb tapşırıqlara keçərdim. Fərdi və cütlərlə iş təşkil eləyərdim. Əyani vəsaitlərdən istifadə çox uğurlu olur. Onların zəif oxuyan şagirdlərin illaki müsbət cəhətləri, uğurları da olacaq. Kiçik uğurlarını belə görün, qeyd eləyərdim. Onun motivasiyasını artırardım, ruhlandırardım. Əsas məqsədim burada şagirdi digər şagirdlərlə müqayisə eləmək deyil. Sən zəif oxuyursan, filan kəs yaxşı oxuyur, sən niyə zəifsən qınamaq olmaz. Əsas məqsəd onun əvvəlki nəticəsinə görə inkişafını təmin eləməkdir, irəlilətdirməkdir. Sonra bayraq günü nə zamandır? Asan suallardandır. Qısa sualdır. 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli dövlət bayrağı qəbul edilmişdi və 2009-cu ildən etibarən 9 noyabr dövlət bayrağı günü kimi qeyd olunur. Sonra 9-cu sualımız belədir. Dövlət və şəxsiyyət arasında əlaqə. Bunun haqqında uzun danışmaq olar, amma mən sizə qısa deyəcəm bu videoda. Yəqin ki, məlumatlısınız öncədən də. Dövlət və şəxsiyyət arasında əlaqə hər zaman qarşılıqlıdır. Dövlət insanın hüquqlarını qoruyur və təhlükəsizliyini təmin eləyir. Şəxsiyyət isə dövlətin qanunlarına birbaşa əməl eləyir və öz vəzifələrini yerinə yetirir. Dövlətin inkişafına töhfə verir. Bir sözlə desək, dövlət insanı qoruyur, insan şəxsiyyət isə dövlətə hörmət eləyir və onun qanunlarına əməl eləyir. Əməl etməsi də mütləqdir. Sonra 10-cu sualımız 26 avqust nə günüdür? Məhz bu günü soruşurlar. 26 avqustu soruşmalarının səbəbi də indi deyəcəyim cavabdan məlum olacaq. Yəni bilərək soruşurlar bu sualı. Ümumiyyətlə hər gün nə günü olduğunu əvvəlcədən öyrənin gedin. Hər gün soruşulur. Sabah 27 avqustdur, 28 avqustun növbəti gün. Hər günü müsahibə olan günləri soruşacaqlar əlamətdar günü. 26 avqust Azərbaycanda Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərindən biri olan Laçın şəhərinin günüdür. Bəs işğaldan ilk azad olunan rayonumuz hansıdır? Bilirik ki, yenə xatırlatma eləmək istəyirəm. Müəllimlərin işə qəbulu müsahibəsində Qarabağ müharibələri ətrafında çoxlu suallar verilir. Bir ətraflı soruşulur, hər tərəfli soruşulur. Ona görə hazırlıqlı olaq Qarabağ müharibələrini, birinci də ikinci Qarabağ müharibəsi daha ətraflı öyrənək. İşğaldan azad olunan ilk rayonumuz 4 oktyabrda 2020-ci ildə Cəbrayıl şəhərinin işğaldan azad edildiyini Prezident İlham Əliyev elan etmişdi. Və sonuncu sualımıza gələk. Diaqnostik və formativ qiymətləndirmə arasındakı fərq nədir? Bilirik ki, qiymətləndirmədə çox soruşulur. Diaqnostik, formativ, summativ. Diaqnostik qiymətləndirmə ilkin vəziyyəti müəyyən eləyir. Formativ qiymətləndirmə isə təlim prosesində şagirdin inkişafını izləyir, istiqamətləndirir. Diaqnostik dərs ilinin əvvəlində soruşulur, bölmənin əvvəlində keçirilir. Formativ isə gündəlik qiymətləndirməyə kömək eləyir bizi şagirdlər üçün. Belə müəllimlər, bugün 26 avqust üçün soruşulan suallara nəzər yetirdik. Növbəti videolarımızda görüşənədək hər birinizə uğurlar arzulayıram. Bundan sonra müsahibəyə gedəcək olan müəllimlərimizə də uğurlar arzulayıram. Sağ olun müəllimlər.